ictimai əmək Erkən Tunçda baş vermişdi. Aynı şan Erkən Tunç dövrü denən görək. Mədəniyyət olaraq hansı mədəniyyət adlanırdı? Küraraz mədəniyyəti. Küraraz mədəniyyəti. Üçüncü ictimai əmək bölgüsü nə vaxt baş veribdir? O da son Tuncda tacirlərlə sənətkarların ayrılması. Aha. Sənətkar, belə deyək də, ümumi tacirlər qrupunun meydana gəlməsindən söhbət gedir. Düzdürmü? Bəli. Bəs aynı şan tacirlərin özü hansı dövrdə yaranmışdı? Tacirlik sənəti. Belə deyək, peşəsi. Neolitdə Yox. tacirlik. Son Tunçdur ki. Nətər? Bu da son Tunçdur ki. Yox, tacirlik son Tunç deyil. Erkən. Yadınıza gəlir o müasir dövrün maklerlərindən danışdım, mübadilədən danışdım. Bəli. Orta Tunç. Orta Tunç. Ay, sağ ol. O maklerlərdə nəyə misal gətirmişdik? Orada nə dəyişimi olmuşdu? Dedik ki, hansı sahələr yaranır, nə çoxalır ki, sonradan onu dəyişməyə ehtiyac qalır. Bağçılıq, bostançılıq, üzümçülük. Deyirdik ki, Bəli. məsəl üçün 100 kilo buğda aynı şandadır, 100 kilo qarpız şeydə. İndi aynı şanın ürəyi qarpız yemək istəyir, odur ki, ləmanla dəyişmək istəyir. Onu da dəyişmək üçün kimə müraciət edir? Tacirə. Kirayə evini vermək istəyən kimə müraciət edir? Maklerə. Aydındır. Ona görə baxın, oradan sıraya düşərək deyirik ki, yeni təsərrüfat sahələri olan bostancılıq, bağçılıq, üzümçülüklə əlaqədar olaraq şərabçılıq yaranır. Bu sahələr çoxaldıqca dəyişmə prosesi başlayır, mübadilə yaranır. Mübadilə də kimlər aparır sonra? Tacirlər. Tacirlər müasir dövrün maklerləri və yaxud satıcılardır. Yaddan çıxmasın. Aynı şəkildə ibtidai heyvandarlıq nə vaxt yarandı qızım? Mezolitdə. Mezolitdə. Heyvanların əhəlləşdirməyə başlanması O da mezolitdə. ilk əhəlləşdi. İt idi. Qəfəs üsulu nə vaxt yaranır? Qəfəs üsulu mezolitdə. Mezolitdə, bəli. Əhəlləşdirməmişdən qabaq qəfəsə salınırdı. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilirdi. Bax, minik və qoşqu. Erkən Tunç. Erkən Tunçda heyvandarlardan xışa qoşmaqda istifadə edirdi. Amma sırf atdan və dəvədən həm minik, həm qoşqu vasitəsi kimi istifadə edirsə, son Tunç. Son Tunç. Orada bir də demişdik ki, insanların ağlı biraz gerilənmişdi. Nəyə sitayiş başlayır son Tunçda? Heyvanlara. Allah. Çox. Keçdik. Növbəti səhvimiz gəlsin. 8. 8. Baxırıq 8-ə. Aynı şan qız, 8-ə kim səhv var? Xeyr. Nə səhv varsa hamısını deyin ha. Zaten 11-ci sinif ayrıdır. Ona ayrı yavaş-yavaş gedəcəyik. Ona görə nə səhviniz varsa deyin. Erkən Tunç dövrü, Ləman. Bəli. Ləman, Erkən Tunç dövründə iç bərabərsizlik prosesi hansı hadisə ilə başlayır iç bərabərsizlik? İlk bərabərsizlik əkinçinin maldarının ayrılması ilə başlamırdı ki. Yox, nədən? Hansı dövrdə? Erkən Tunçda. Erkən Tunçda iç bərabərsizliyi göstərən hadisə hansı idi? O bilmirəm. Aynı şan bilirsən onu. Ana xaqanlığın ata xaqanlığı ilə əvəz olması. Niyə? Atalar gəldi deyə bərabərsizlik pozuldu. Ha? Atalara bu qədər düşmənçilik eləmək olmaz da.
Yox, onunla əlaqədar Bilmirəm, deyil. hadisə. Bax, Lama, Bəli. erkən Tunç dövründə qəbilə varmı? Yox. Bəs nə baş verir? Tayfalar olur. Tayfa necə yaranır? Birliklə yaranır da mən. Necə da, necə? Nə baş verir ki, tayfa yarandı? Bilirəm, bir dəqiqə deyəcəm. De görək. Bir dəqiqə. Bax, sən əyanidə Bərabər. Bilirəm müəllim, bərabər bəlli. bax, bugün Leyla ilə Dəniz babat cavablar verir. Heç 11-ləri qoymadılar yerindən danışmağa. Hə, Bir dəqiqə. qəbilələr birləşərək Bəli müəllim, qəbilələr birləşərək tayfa yaradır. bəli. Qəbilələr birləşib Bəli, tayfa yaradır. Tayfalar Bəli. yaradandan sonra tayfa başçıları meydana gəlir. Tayfa başçılarını ilk dəfə fərqləndirdilər qəbir abidələrində. Qəbir abidələrin üzərində torpaq təpələrə nə deyirdik? Kurgan deyirdik. Kurganlar, bəli, kurganlar. Yaddan çıxmasın. Və indi erkən Tunca iri tayfa ittifaqlarının yaranması bəs nə vaxtdır? Orta Tunç. Orta Tunç, bəli. Şumlama zamanı qoşqa heyvanlarından istifadə edilməsi. Erkən Tunca aiddir. Bəs bunu niyə səhv yazmısan? Nə bilməm, bir dəqiqə diqqətsizlik olur. Bir də nə tərcümə tapdığım variantı yerinə başqa variant yazıram. Yaxşı, əhalinin oturaq həyata keçməyə başlaması. Neolit dövründə. Neolitdir, bəli. Ayaq hərəkətə gətirən dulus çarxı. Son Tunca. Boyalı qablar mədəniyyəti. O da Orta Tunca. Ən qədim şəhərimiz Orta Tunçda hansıdır? Bir dəqiqə. Aynişan. Naxçıvanda, Naxçıvan. Naxçıvan. Naxçıvanda 2-ci Kültəpə. Gültəpə və bəli. Əla. Davam. Səhvlərimiz gəlsin. 20-yə qədər nə səhv var deyin. 13 var. Bəli, 13 mənə də səhvdir. 13. Yox, mən düz yazmışam bunu. Qədim Azərbaycan tayfalarının Asuriya ilə əlaqə saxladığını sübut edir. İndi Asuriya haqqında pis yaxşı oxumusunuz Manna dövründə, düzdürmü? Bəli. İndi buradan bəzi fikirlər alacağıq. Hələ bunun üstündən ümumi keçəcəyik. Qədim Azərbaycan tayfalarının Asuriya ilə əlaqə saxladığını sübut edən həmən o göstərici, bunu məncə yazın. Bir daha bunu qeyd eləyin. Mədəniyyət hissəsində gəlir, o da sizin tez-tez yazınızdan çıxır. Qədim Asur dövləti Şumerlərin yaratdığı mixi yazı sistemindən istifadə edirdi. Mən bir dəqiqəyə gəlirəm, Müşkab gəlirəm. Tez ol biraz. Bəli. Qədim Asur dövləti Şumerlərin yaratdığı mixi yazı sistemindən istifadə edirdi. Ümumi tarixdə də baxacağıq bu hissəyə. Şumer'in yaratdığı Mixi yazı sistemindən istifadə edirdi. Xocalıdan tapılmış üzərində Asur hökmdarı Adad Nirari
Adad-Nirarinin adı yazılmış mixi yazılı muncuq Azərbaycan-Asur əlaqələrini sübut edir. Bəli, keçdik. Amma burada digərlərin sual-cavab eləyim. Anişan, yaz qutar bir dənə. Bitdi. Anişan, bu gün də yemək verməyiblər qızım sənə. Biraz möhkəm davran. Yaxşı, Baş- öyrəşəsən. Baş- Sən ilin axırına kimi öyrəşəsən. İnşallah hansı ixtisas istəyirsən? Biznes idarə edilmez. Biznesi idarə etmək üçün biraz diri olmaq lazımdır. Belə idarəçi olarsansa kiminsə üstünə qışqırmağı başarmaq lazımdır. Biraz uca səslə, yaxşı? Ziviyədə tapılan heroqlif yazı. Bax, Ziviyədə də Həsənlidən də heroqlif yazı tapılmışdı. Daha doğrusu Manna ərazisində Ziviyədən Gümüş Sini, Həsənlidən də Qızılcan. Ümumən bu nəyə sübut eləyir? Gümüşsünün Hə, Gümüşsünü hieroglif yazıdan istifadə etdiklərini söyledi. aha, başqa Qızılcamda dini görüşləri. dini görüşləri göstərir. Amma bu ikisi də Mannada metal işləmə sənətinin inkişaf etdiyini göstərən əsas əlamətdir. Onların üzərində bəhs edirdi. Birində heroqlif yazıdan, birində dini adət-ənənədən. Amma əsas göstərici metal işləmə sənətinin olması idi. İstər qızıldan, istər gümüşdən. Yaxşı. Bax, burada 1902-ci ildə Şəkinin Böyük Dəhnə kəndindən tapılmış daş kitabədə. Salam müəllim, salam. Salam, salam. İmkan ver dərsimizi çəkək. Sağ ol, sən necəsən? Sağ ol. Kənddə toydu, qıza imkanı taparım gedim. Hara aparsan? Həyətə oynamağa icazə versən? Yox. Dünən də dərsə Getdi. qoşulmayıb. Seydi, Daha önce şansımızı denedik, sağ olun. balacanı da təbrik edirəm. Bayaq zəngilədim, götürmədiniz. Bir sağ olsun. Hə. Kerif də deyiləm. Bax, bu S ilə Y-dəki fikir eynidir. Nə baxımdan eynidir? Demək, 1902-ci il Şəkinin Böyük Dəhnə kəndində qayada Kerifto abidəsi tapılır. Kerifto nədir? Yunanlarda bəlkə eşitmisiniz. Herakl deyilən əfsanəvi güclü bir adamdan bəhs edilir. Bəli. Kerifto abidəsində Şəkin Dəhnə kəndində o Yunanlıların hazırladığı bir abidədir. Və 1902-ci ildə aşkarlanır. Bəs Ləman, Kültəpədə aşkar olmuş ibadətgah. Bu hardadır ümumən Kültəpə? Bir dəqiqə. Hə, bilirəm. Aha. Yeni dedim ey. Birinci Kültəpə var idi, ikinci Kültəpə var idi. İkinci Kültəpə boyalı qablar, dulus qablar tapılmışdı. Birinci Kültəpədən ibadət evləri. Bəli. Bir də Mahta ibadət evi var idi. Naxçıvan ərazisi. Bax, Xocalında göstərirəm sizə. Kontur xəritədə, yadınızdan çıxmasın. Bax. Bu Xocalı. Qarabağ zonası. Adad-Nirarinin adı yazılmış muncuq. Bu da Naxçıvan ümumi. Naxçıvan şəhəri budur, balaca. Bəli. Babək rayonunun
Babək rayonu ilə sərhədlənir, amma ümumi Naxçıvan o dövrdə ümumi Naxçıvan şəhər mərkəzi kimi gedirdi. Orta Tunç dövrü. Yaddan çıxmasın, bax bunlar haqqında danışdım. İndi videolar yükləndikcə göndərəcəm sizə. Deməli 3 dənə videomuz yüklənib. Sonra ikiniz də başa düşdünüz hadisələrin hamısını. Bəli. Bəli. Gəlsin. 14 də var idi mən. 14. Bax, qədim Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə su yolu ilə ticarət əlaqələrini saxladığını sübut edir. Deyim. Qobustanda qayaüstü rəsmlərdə gəmi təsvirləri var. Uşaqlar. Qobustan rayonu deyəndə bugün Qobustanın Xəzərə çıxışı yoxdur. Amma əvvəlki Qobustan nəzərdə tutanda onun Xəzərə çıxışı var idi. Bax. Müasir Qobustan rayonu dedikdə bu başa düşülür. Amma ümumi Qobustan dedikdə, bax bugünkü Qobustan, Xızı, Abşeron bölgələri daxil idi və Xəzərə çıxışı var idi. Xəzərə çıxışı olduğuna görə Xəzər Azərbaycanın şərqindədir. Coğrafiyadan keçmiş olarsınız. Şərq hissə. Və o yolu keçməklə bugünkü Türkmənistan ərazisi zat, qoy bir xəritəni görsədək orada, sizə tam aydın olsun. Bu Xəzər Azərbaycan Qobustanından Xəzər dənizini üzüb keçməklə Türkmənistan, Özbəkistan və Qazaxıstan olduğu şərq dünyasına çıxış edirik və bizim şərq dünyası ilə ticarət əlaqələrimiz gəmilər, qayıqlar vasitəsilə olub. O da Qobustanda qayaüstü rəsmlərdə öz əksini tapıb. Aydın olmayan nəsə var? Aynişan. Davam edirik. Buyur qızım. Zaman qızımız, buyur. 18. Mən niyə buyuram? Mədəniyyət olaraq necə adlanıb zaman? Orta Tunç. Boyalı qablar. Deyir ki, insanlar ulu icma halında yaşayırdılar. İnsanlar hansı dövrlərdə ulu icma halında yaşayıblar? Yox. Son Paleolitdə. üst paleolitə qədər. Üst paleolitə qədər. Üst paleolitdə ulu icma yox idi. Bəs ulu icma nə vaxt yaranmışdı Ləman? Ulu icma orta paleolitdə. Biabır olasan. Ay. Ulu icma Paleolitdə yarandı. Son paleolitə qədər. alt paleolit. Üstdə. Alt. Və aynişan demədi, üst paleolitə qədər. Üstü hara gətirirsən? Alt paleolitdə yaranıb, iç bacarıqlı insan dövründə yaranıb. Orta paleolitdə davam edib, amma üstə çata bilməyib. Usta, ulu icmanı hansı icma davam etdirir? Qəbilə. Qəbilə. Bəli. Qəbilə mütəşəkkil yoxsa qeyri-mütəşəkkil kollektivdir? Qeyri-mütəşəkkil. Qeyri-mütəşəkkildir, yaddan çıxmasın. Bəli. Bu getdi. Dərişləmənin meydana gəlməsinə vaxtı Neolitdə. əhali oturaq həyata keçməyə başlamışdır. Neolitdə. Duluzçuluqda müxtəlif rəngli boyalardan istifadə edilmişdir. Orta Tuncda. Harda tapılır bu rəngli boyalar, qablar? Rəngli boya qablar Naxçıvanda tapılır. Hansı məntəqədən? Naxçıvanda tapılmırdı. Nə? Bu nədir? İkinci Kültəpə. İkinci Kültəpə. Yaddan çıxmasın. Oldu? Baş.
Bəli. Demək, təbii ki, cavabımız budur. Və ata xaqanlığı nə vaxt yaranır? Ata xaqanlığı da erkən tunç dövründə. Bu bizim xoşbəxt dövrümüzdür. Sonra keçirik növbəti 30-a qədər. Yəni 49. aha, neçə? 49. 30-a qədər 49. Var 30-a qədər ləma. Yox, yox. 40-a qədər. Nə yaxşı. 50-yə qədər 49 deyildi. Başqa nə var ləma? Bir də 48. 48, 49. Ona kimi sualımız yoxdur demək. Baxaq görək, nədir bu? Ləman oxu, yox, Aynişan 48 oxusun. Eradan əvvəl 6-cı, 4-cü minişlər əhatə edən bu dövrdə insanlar əkinçilik və maldarlıqdan başqa ovçuluq və balıqçılıqla da məşğul olurdular. Çay kənarlarında dairəvi yaşayış evləri tikilirdi. Bu hansı dövr olar qızım? Enolit ola bilər. Ola bilər, yox, elə enolitdir. Zaten 6-4 gördük, eneolit. Burada bir şey diyeyim. Bax, çay kənarlarında dairəvi yaşayış evləri tikilirdi. Bünövrəsi daşdan, dairəvi formada. Üst hissəsi də möhrə. Möhrə çiy kərpişdir, saman qarışdırılmış. O qədimi evlər tikilirdi kərpişlə. İndi müasir dövrdə kubikdir da əsas. İkinci hissəni oxu. Bu dövrdə əkin sahələri genişlənmiş, suni suvarma sistemi yaranmışdır. Əmək alətləri, məişət əşyaları və silahların inkişaf səviyyəsində dəyişikliklər baş vermişdir. Bu da erkən tunç. Bəli. Süni suvarma. İlk dəfə Misirdə özünü göstərir, şaduf deyilirdi. Həmən o süni suvarma alətinə, şaduf. İndi haqqında bəhs edilən birinci dövrdən fərqli olaraq ikinci dövrün dini görüşləri üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Yəni bizə erkən tuncun, Eniotdan fərqli olaraq erkən tuncun dini görüşü haqqında danışmalıyıq. Aynı şan, denən görə axirət dünyasına inamın yaranması nə vaxtdır? Orta paleolit. Bəs mövcud olması? Orta paleolit və sonrakı dövrlər. Bu gün var axirət dünyasına inam. Bəli. Bəli, var. Demək ki, bu ortaq cəhətdir. Bizə fərqli cəhət lazımdır. Bu 7. Ölülərin yaşayış məskənlərində dəfn edilməsi. Bu hansına aid olar? Enolit. Eneolit. Erkən tuncda bax, erkən evlərdən kənarda kollektiv və yandırılma halında dəfn edilməkdir erkən tuncda. Amma evlərə yaxın, evlərin içində dəfn edilmə bu proses eneolitdir. Dini ayinlər üçün xüsusi ibadətgahların tikilməsi. Bizim 3 dənə yerdə ibadətgah var idi, 3 rayonumuzda. Baxaq bir dənə, hansı rayonlarımız idi o? Mən deyim. Yox. Bax, Xaçmaz. Xaçmazda hansıdır? Sərçəvtəpə. Əla. Qazaxda. Qazaxda Baba Dərviş, bir də Naxçıvanda 1-ci Kültəpə. Və? Naxçıvanda 1-ci Kültəpə. Və? Və nə? Heç daha yoxdur. Və nə? Və ləman və? Daha yoxdur da bu qədər. Daha yoxdur. Bax Evet. dedim, Maxta, Maxta. 1-ci Kültəpə və Maxta. Yaxşı, yox idi orada. Xeyr. Yazılmayıb Maxta. Yox. Onda yazın. Naxçıvanda 1-ci Kültəpə və Maxta ibadətgahı.
Davam edirik. Bəli. Demək, xüsusi ibadətgahlar Erkən Tunca aiddir. Eneolikdə belə bir şey yoxdur. 3-ü götürürük. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi. Erkən Tunc. Erkən Tuncdadır. Bəli. 3-4 kişi əməyi indi belə deyək də dini görüş deyil. Ona görə götürmürük. Amma dini ainlər üçün xüsusi ibadətgahlar tikilməsi bu dini görüşdür. Ona görə burada yalnız 3 cavab olur. Bəli. Keçdiyi Ləman. Ləman 49-u düz yazıb. İndi buyursun bizə başa salsın. Baş. Buyur. Erkən Tunç dövrünə aid münasibətləri inkişafını özünə əks etdirir. Erkən Tunç dövründə əkinçiliyin və maldarlığın meydana gəlməsi tam görə bilmirəm. Əkinçiliyin və maldarlığın münasibəti inkişafı əks etdirir. Meydana gəlməsi. Əkinçiliyin meydana gəlməsi hələ özü meydana gəlməsi isə Neolit dövrünə aiddir. Sonra qohum qəbilə Əkinçilik və maldarlıq Neolit meydana gəlməsi. meydana gəlməsi bəli Neolitə aiddir. Aynıcan Mezolit. Mezolit. Hə, Neolit. Qohum qəbilələr birləşib nə yaradır Ləman? Tayfa. Tayfa. Nə vaxt yaradır? Buna bəli, Nə vaxt yaradır tayfanı? Erkən Tunç dövründə. Bəli. Taxılın biçilməsində tunc oraqlardan istifadə. Tunç oraqlarının hələ bir dəqiqə, onu bilmirəm. İndi Hə, taxılın Tunca aid. biçilməsi belə deyək də erkən tuncdur. Tunc oraqlardan istifadə. Amma gəl ki bu ictimai bir proses deyil də, təsərrüfat həyatıdır. Bəli. Yaxşı. İri tayfa birlikləri bu nə vaxtdır? Bu da erkən Tunca aiddir ki. İri tayfa birlikləri erkən tunc. Birliklər deyirsə, bax, ittifaqlar deyirsə bu orta tuncdur. Birlik deyirsə son tunc. Tayfa erkən tunc. Bu tayfalar birləşir, tayfa ittifaqı yaradır. Orta tunc, birliklər son tunc. Yaddan çıxmasın. Burada yalnız ona uyğun bir dənə 2 gəlir. Aydındır? Bəli. Aydındır, Aynişan. Bəli. Sən buna nə yazmışdın? Mən yazmamışdım. Yazmamışdın. Gəlsin 60-a qədər. 50 də var idi. 50 də var, 50-yə baxaq. Aynişan, sənin özündən geririk. İbtidai icma cəmiyyətinin dağılmasının səbəbləri. Qeyri-məhdud hökmdar hakimiyyəti. Hökmdarlıq var idi ibtidai icma dağılana kimi. Hayır. Xeyr. İbtidai icma dağılandan sonra quldarlıq quruluşu yaranır. Quldarlıq nə deməkdir? Qulla quldar arasındakı münasibət sistemi. Yaxşı. Ondan sonra dövlət qurumları, dövlətlər yaranır. Hökmdarlar ondadır. Tayfa başçılarının kəndli təbəqəsini istismar etməsi. Bu düzdür. Düzdür, tayfa başçıları varlanır. Varlandıqdan sonra özlərini qorumaq üçün onların tikdirdiyi tikililər necə adlanırdı? Hatırladım. O tikilər təpəkmalar. Həndəsi fiqurlu Buradan tikililər. adlandırılırdı ki.
Hətta son tunç, ilk dəmir dövrünü biz bu mədəniyyət olaraq adlandırmışdıq. Qaraçalı. Qalaçalar mədəniyyəti, digər adı ilə Ləman, Vətər müəllim. digər adı ilə Sən hansı dövr? son tunç. Qalaçalar Qaraçalar mədəniyyəti ilə nə adlandırırdıq? Zəhlə Qaraçı bənim yaddan bilmirəm. Siklopik tikililər. Hə, Diqqətli olun. İkinci götürürük. İdarə etmənin adlı sadlı adamların əlinə keçməsi. Bu da düz. Ola bilər bu. Bəli. Hı-hı. Və dini pərakəndərliyin geniş yayılması. Xeyr. Xeyr, o dövrdə də çox dini pərakəndərliyə biz rast gəlmirik. Amma idarə etmə əsasən varlanmışların əlinə keçir. İbtidai etmə dağılır, quldarlıq yaranır. Həmən o adlı sanlı adamlar bu dövrdə quldarlara çevrilirlər. Vəssalam. 2-3. Növbəti. 60-a qədər varsa gəlsin. 60 qədər. Altmışa qədər, bəli. Var. 54. 54. Yox, 54 yox, 54 yox, 52. 52. 52-ni Ləmanla baxırıq. Ləman oxu. Ərazidə erkən tunç dövrünə aid xüsusiyyətlər, ibadət evlərinin tikildiyi rayonları müəyyən edin. Xüsusi ibadət evləri. Hansı 3 rayonumuzu dedik? Kültəpəni dedik. Kültəpəni dedik. Sonra Naxçıvanda. Ola, siz tez yatırsınız belə. Xeyr. Yuxu basır sizi. Ha? Yadımda olanda adım əsləmək gəlir amma. Ya. Hə. Yorğun olan mənəm. Yoxlayan siz. Ərazisində erkən tunç dövrünə aid xüsusi ibadət evlərinin tikildiyi rayonları müəyyən edin. Xaçmazla qazılır. Olan, üç. Qazalıqda. Kaçmazdı. Deyim. Denə. Xaçmazda Sərkərtəpə idi. Qazaxda Baba Dərviş, Naxçıvanda Kültəpə, Xocavənddə də Nərgiz təpə. Naxçıvanda birinci Kültəpə, başqa nə var idi? Naxçıvanda birinci, bir də ikinci Kültəpə. İbadət evi. Birinci Kültəpə və Mahtab. Bayaq yazdırdım. Mahtab. Mahtab. Yaxşı. Bəli. Yaddan çıxmasın. Orada da ikisini veriblər. Bir Qazağı veriblər, bir də Xaçmaza veriblər. Naxçıvana heç verməyiblər. Davam edirik. Növbəti sualımız. 61. Aynişan neçə? 61. Ləman 61-ə qədər. Ləman fikrin orada qalmasın. Ha, müəllimə dediyi yerdə. Fikrin burada olsun, dərsdə. Buradadır müəllim, narahat olmayın. 61. Bunu müəllimə cavablarla yoxlamışam. Götürüb 2023-lə yoxlayıb gəlirəm. Tez ol. Tez ol biraz. Tez yoxla biraz. Azərbaycanın eradan əvvəl 14-7-ci əsrləri əhatə edən dövrü üçün səciyyəvi cəhət. Aynişan. Son tunç. Bu əsrlər son tunç, bəli. Deyir ki, duluzçuluğun mühüm yer tutması. Düzdür. Ayaqda hərəkət etdirən duluzçuluqda da yaranmışdı. Geniş, mühüm yer tutubdu ki, ona görə təzədən bir alət ixtira ediblər, bəli.
Heyvanların əhəlləşdirməyə başlanması. Bu nəzarətdir. Bəli. Dəmirdən silahlar hazırlanması. Bu da düzdür. Bəli, son tunç iç dəmir kimi götürülür. 1-3. Orta daş dövrü kimi xarakterizə edilməsi. Orta daş yox. Orta Orta daş deyil. digər adı ilə necə adlanır? Orta paylar. Qız, orta daş, orta daş. Daş litos, orta sözdə litosferdə keçmisiniz mezorelyef. Bəli. Mezo orta deməkdir. Orta. Orta daş, mezo. Mezo. Coğrafiyada da var. Yaxşı. Bəli. Elə coğrafiya ilə tarixi birləşdir. Mezo sözünü yadda saxla. Mezo, orta, litos, daş. Oldu. İndi Şahanə müəllim təzədən ətraflı keçəcək olarsa. Orta daş dövrü kimi xarakterizə edilir mezolit. Bu getdi. Ön Asiya və Yaxın Şərqdə ölkələrlə su yolları vasitəsilə ticarət əlaqələrinin saxlanılması.